çıxışımız sizə smart laboratoriyalar haqqında öz fikirlərini paylaşacaq. İskəndər Axundovu dəvət edirik. Wow. Doğrudan da wow. Yəni böyle bir prezentasiyalardan sonra indi mənim çıxışım bəlkə də çox zəif görsənəcək. Yenə də təşəkkür edirəm ki, dəvət elədiniz və bu plenariumun da ən sonunda olması, nöqtə qoyması da çox əslində gözəl bir ad günü hədiyyəsidir. Elxan müəllim, haklısınız. Çox sağ olsun. İndi isə mövzuya keçək. Ağıllı laboratoriyaları ekosistemi və onun üzləşə biləcəyi məsələlər. Deməli, indi bu prezentasiyam məndə Davos formatında olduğuna görə cəm 5 dəqiqə şey deyəcəm mən, 5 dəqiqə danışacağım, çox yox. Ola bilsin ki, çox böyük bir detallara gelməyəcəm. Bəzi prezentasiyalar vardı, çox detallı idi və çox super idi. Və mən çalışacağım tez danışım, həm də ki, eyni zamanda axırıncıyam deyə istəyirəm ki, siz artıq bir nəfəs alasınız və növbəti plenariuma keçək.